müdafiələr üçündür. Bakı insanları öz öhdəsini koşan bir işdir. Meydan sizlər üçün. Gəlin, sözünü isteyin. Probleminizi görüşün. Bu meydan da siz. Buyurun. Gəlin, deyin, danışın. Eşidəcəklər. Mütləq eşidəcəklər. Her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı? Gönül candan. Azerbaycan. Azerbaycan. Heydər Əliyev. Heydər Əliyev kimdi? Ali demiryolcu ailesinde doğmuş bir insan. Heydər Əliyev milli kimliği olan tarihi şəxsiyyətidir. O devletini sevdi, devletini dünyaya tanıttı. O milletini sevdi, milletiyle fəxr etdi. O dilini sevdi, dilini bütün dillerde uca tuttu. Heydər Əliyevin resmi ve qeyri-resmi dil sırasında, danışığında heç zaman fərq olmurdu. Heydər Əliyev bize yeni tarih koydu. Yaşadığımız zamanın ait olduğu yeni tarihi müəllifi oldu. Onun sağlığında zaman ona tabiriydi. Zamanın tarihini özü yazdı, özü yaydı. Hürmetli qonaqlarımız, bugün ulu önderimiz, ölmez liderimiz Heydər Əlizaoğlu Əliyevin anım günüdür. 2003 yıl dekabrın 12'sinde ulu önderimizin dünyasını değişti. Ve bizi bizle koydu, vətənimizle koydu. Bugün biz onun anılar yoluşmuşum. Ve bu məqsədlə ulu önderimizle bağlı xatirələrimiz adlı verilişimizi ərsəyə gətirməyə sizlerle birgə qərar verdik. Hər birinizi xoş gördük ve icazənizlə mən verilişimizin qonaqlarının birini təqdim edim. Ramiz bəy Xəlilov, Dədə Heydər Muzeyinin rəhbəri. Hoş geldiniz. Atatürk Bey Necatov, sənətşünaslıq üzrə elmlər doktoru, Milli Konservatoriyanın profesörü. Hoş geldiniz. Zamik Bey Əliyev, xalq artisti, profesör. Sevinç Tevfik kızı, bestekar. Hoş geldiniz. Salman Bey Əliyev, Gençlik Yardım Fondu Vice-Prezidenti. Siz de hoş geldiniz. Ramda Hanım Eminli, Dünya Milli Jurnalının təsisçisi, Azerbaycanlılar Beynəlxalq Arenadan İctimai Birliğinin sədri. Çok sağ olun. Hoş geldiniz. Mübarək Fərzzadə, Milli Məclisin Sosial Siyaset Komitəsinin Səriyyə və İdman üzrə baş eksperti. Hoş geldiniz.
Gülnare Hanım, Məhəmmədova, Astelekom İstihsalat Birliği işçi, fəal işçilərdir. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının aktiv üzvü. Hoş geldiniz. Necmiye Hanım Hicran, 3 ülke bir dil projesini Azərbaycan üzrə təmsilçisi, şair, publisist. Siz de hoş geldiniz. Ve Kamran Demir, bizim gençlerimizin çok sevimli mühendisi. Siz de hoş gelmişsiniz. Çok güzel vətənpərvər ruhda ifaları var. Bizim bugünkü verilişimizde, hatta bizim məqsədimizlə şərik olan sahiplerin nümayəndələri de var. Rüstəm Bəy Fərmanoğlu, fotoğraf, Aspress.az saytının redaktörü müavini, hoş gelmişsiniz. İlvan Bəy Cəbiyev, çok tanınmış fotoğraflardan biri. Siz de hoş gelmişsiniz. Aziz konaklarımız, Ulus Dərdimizlə bağlı diyeceğimiz çok sözler var. Biz informasiya aləmində onun haqqında çox rəsmi məlumatlar eşidirik. Çox onun haqqında sənədli filmlər çəkilir. Və bugün isə bizim projemiz, verişimiz bir balaca fərqlidir. Biz hər birimiz bura bir səmimiyyət işinə yarışmışıq. Mən çox istəyərdim ki, hər birimizin ürəyində bir Heydər Əliyev çırağı yanar. Hər birimizin Ulu Dərdimizlə bağlı çox deyəcəklərimiz var. Və hər birimiz öz səmimiyyətimizlə yanaşırıq. Liderimizin gördüyü, bizim üçün qoyduğu, əlvavar etdiyi vətən eşkinə. Və ona görə də hər birimizi eşitmək istəyərdik. Buyurun, ölməz liderimizlə bağlı xatirələrimizi elə özümüzlə də bölüşək. Mən ilk önce sözü Zamik Bey Əliyevə vermək istəyirəm. Zamik Bey, Heydər Əliyev çok güçlü siyasi xadim. Çok savadlı, ziyalı tarihçi. Hətta çok güçlü həkim, müğənni ve çok savadlı bir medeniyet xadimdir. Heydər Əliyevin bütün sahələrdə çox gözəl savadı olur. Və bu cür ulu öndərimizin haqqında xoş sözlər, ürəkdən gələn sözləri siz də demək istəyərdiniz. Buyurun, size eşidirik. Akşamınız xeyir olsun. Hər halda bugünkü gündə söz demək həm çətindir, həm də məsuliyyətlidir. Mən özümü xoşbəxt sənət adamlarından sayıram ona görə ki, məhz Heydər Əliyevin dövlət tədbirlərinin əksəriyyətinin iştirakçısı olmuşum. Və ona görə də mən icazə alanda ki, belə bir kitab yazmaq istəyirəm, səhnə arxası görüşləri adlı kitabı və mənə icazə verdilər ki, əgər özü yazıcı isə buyursun yazsın, çünki o bu məsələlərin hamısının şahidi olur. Və mən özümü ona görə xoşbəxt sanıram ki, o illərdə dövlət tədbirlərində iştirak eləmək böyük xoşbəxtlikdir. Hər bir sənətkar istəyərdir ki, dövlət tədbirlərində iştirak eləsin. İlk olaraq uzun illər mən Zeynəb xanımla bu səhnədə bu sevinci paylaşmışam dövlət tədbirlərində. Ondan sonra bir neçə dəfə mərhum sənətkarımız Gülara xanım Əliyeva ilə birlikdə Damcı instrumental ansamblının müşahiyyəti ilə və ondan sonra isə mənə qismət olub muğam üçlüyü tərkibində demək olar ki, əksər xanımlərin müşahiyyət edərək biz bu tədbirlərdə iştirak edəmişik. Və bu yolları siz sadaladınız ki, Heydər Əliyev böyük şəxsiyyət olaraq bir neçə məqamları
qeyd ediniz ki, o həm xanımdır, hərbindən nədir xırdaladınız, ancaq mən deyərdim ki, o əsl incəsənət, mədəniyyət xadimlərinin həm qoruyucusu, həm də dostu idi. Çünki bu sənəti o çox sevdi. Siz onun ulu öndəri bir neçə aspektdən sayanda ki, hər sahənin bilməsi, tarix, musiqi, sənət, mən deyərdim ki, onun bilmədiyi sahə yoxdur. Mən bir balaca haşiyə çıxmaq istəyirəm. Okeanın o başından bizə bir qonaq gəlmişdi. Yəni, tamaşaçılarımız da xatırlayır yəqin ki, Jeffrey Verber. Bilirsiniz ki, o zaman biz Zeynəb xanımla Amerika səfərində olanda mən şəxsən onunla tanış oldum və oradan biz buraya vətənə qaydanda belə deyək ki, biz belə bir musiqi nömrəsi də gündəmə gətirdik ki, tamaşaçılar xoş olsun, xoş olsun. Ailədə Ceylan xalq mahnısını biz Vaşinqtonda birlikdə oxudular. Və bu doğrudan da böyük bir sensasiya oldu. Və Jeffrey'lə bizim əlaqələrimiz doğrudan da möhkəmləndi və dəfələrlə gəldi Azərbaycana. Orada eşib yox. Və sonuncu dəfə gələndə belə oldu ki, bizdə qalırdı evimizdə. Dedi, mənim prezidentlə də görüşüm olacaq. Dedim, Allah yaxşımı sevinməyə lazımdır. Dedi ki, mən af siyasətçi deyirəm, mən hara, prezident hara, mən ki, bu ilə nə danışacaq? Dedim, sən heç danışma. Sənə əgər deyirlərsə görüşüm. Geç sadəcə otur, görüş, dur, gəl. Heç nə danışma. Bir tərəf elə edəcəyəm. Bir də bunu evdə söhbət edirik. Deməli, bu getdi. Gələndən sonra gördüm, qızarım. Dedim, nə olub sənə? Bir halı düşmüşdüm ki, deməli, bu halı indi mən sizin istəyirəm, xırdalayayım. Dövlət tədbirlərinin birində çıxış edirik. Bilirsiniz ki, həmişə o öndər səhnə arkasına gələrdik, bayaq dediyim kimi. Sənət adamlarına həm tövsiyə, həm xeyir dua, həm təbrik edərdik. Nə qədər yorğun olsaydı, 3 kəlmə, 4 kəlmə deyib, sonra gedərdik. Biz də konsertdə necə çalardı, necə çalmazdı, o bizi maraqlandırmırdı. Ən xoş məqam o idi ki, o öndər səhnə arkasına gəlib, bizimlə görüşəcəkmi? Bax, o idi. Bütün sənətkarlar bu maraqlandırırdı. Təsəvvür edin, indi, bax, o öndərdən danışmaq çəkindir axı. Kim danışa bilərdi oyuna? Bir baxışla necə baxırdı, mat-mətər qalırdı. Mən də fikirləşdim ki, mən bu sözü mən deməliyəm, ya da heç deməməliyəm. Özümdə güc topladım və bir-iki sənət adamlarından danışandan sonra mən də birdən qayıtdım yerimdən ki, mən də sizə çox sağ olun bildirirəm, bildirmək istəyirəm. Bu belə baxdı mənə, bilirsən, mənə nə çox sağ olun bildirirsən? Bildim ki, o mənə sual verəcək də bunun cavabında. Dedim ki, bizim bir okean otayından bir qonağımız gəlmişdi, sənətkar dostumuz, sənət adamı. Siz o ilə görüşdünüz, 15 dəqiqə protokolda görüş təyin olunmuşdu. Siz o ilə 45 dəqiqə görüşdünüz. Ax, mən düz deyirəm bunlar artıq. O gördü ki, mən faktiki bu şeyləri bildiyimə görə gəldi, yaxınlaşdı, durdu qabağında. İndi biz ikisimiz tetatet söhbət edirdik. Dedim, o evə mənə dedi ki, mənə prezidentlə görüş sağladılar, mən prezidentlə siyasət adam döyürəm. Mən dedim ona ki, sən ki, darıxma yine. O gəldən sonra mənə dedi ki, siz xoşbaxt millətsiniz. Dedim, nə oldu belə? Dedi, sizin belə gözəl prezidentiniz var. O mənə həm tarixdən, həm mədəniyyətdən, həm incəsənətdən, bütün bu aləmdən, həm tardan, həm muğamın sirlərindən hamısını elə danışdı ki, mən çaşdım qaldım ki, bu mədəniyyət işçiliyi, incəsənət işçiliyi, bu bütün bu aləmi bilən adamdır da. Bunları deyib, sonra bir 10 dəqiqə tədadüz söhbətimiz oldu səhnə arasında. Yine hamısı da bizə qulaq asırlar, baxırlar. Birdən mən qayıtdım ki, mən ona dedim ki, Cəbri ki, hələ sən bilmirsən ki, bizim prezidentimiz vaxtı tarda çalır. Mən bunu deyəndə, elə qayıtdı ki, sən mənim tar çalmağımı ağlamırsan, mən belə deyəm. Mənə də bəzi dairələrdən qılağımızdır ki, vaxtı siz də tarla məşğul olmuşsunuz. Yəni, bunu deyəndə qayıtdı ki, düzdür, tar çalan demək olmaz, ancaq haradasa məşğul olmuşam.
Bilirsiniz ki, o aktörluğu da, rejissorluğu da, səhnə fəaliyyəti də olub. Yəni, bilirsiniz, bu söhbətlər mənim aləmimdə hədsiz dərəcədə çoxdur. Və ona görə də mən özlüyümdə qərar verdim ki, səhnə arxası görüşlər kitabını ərsliyə çıxardım. Və ondan sonra 85-ci ildə mən yazdım o kitabı bir dildə, Azərbaycan dildə. Ancaq 2 il bundan qabaq onu 3 dildə mən İngilis dilində, Rus dilində və Azərbaycan dilində yenidən onun nəşrinə nail oldu. Və mənə dedilər ki, qoy xarici ölkələrdə də o dildə, necə olsa o fəaliyyəti olsunlar, bilsinlər. Belə mənim, əlbəttə ki, xarici səfərlərdə də olmuşam, bir yerdə, Ulu Öndərlə gedmişəm. Vaxtımız olsa mən çox danışa bilərəm, ancaq bilmirəm ki, dostlar da danışmalıdır yəqin ki. Bir fragmentdə deyim, biz rəsmi səfərdən qayıdırdıq təyyarədə. Belə oldu ki, Ulu Öndər biz tədbiri qutarandan sonra o ölkədə bizə gəlib təşəkkürlə bildirmədi. Və təyyarədə, biz eyni təyyarədə gəlirdik. Bir də gördük, təyyarə qalxıb göyə, 15 dəqiqədən sonra gördüm, təyyarə tərpənir. Dedim, görən nə oldu? Gördüm, qabaq sırada oturanlar, hamısı ayağa qalxır. Birdən böyle boylandım, böyle baxdım, gördüm, Heydər Əliyev öz yerindən durub, gəlir bütün heyətlə görüşməyə. Yəni, sadəcə olaraq təşəkkürlü bildirirdi, plan edirdi. Yəni, bizim qabağımızda dayandı. Bir də mən dünən nərisini çıxışında yol astım. Biz oraya gelmişdik üçlükdə, mən idim tarihdə, Ədalət Vəzirov, Alxan Abdullayev, bir də Simar Eymanov gördüm. Bir mən nərisini çıxışında çox qulaq astım, diqqətlə qulaq astım. Ancaq ürəyimdə qaldı ki, sizə çox sağ olun, bildirmədim. Özümə borc bildim ki, burada sizə gəlib təşəkkürümü bildirim. Bilirsiniz, bunun qiyməti yoxdur. Belə bir aləmlərin, yəni doğrudan da biz böyük xalqıq. Biz sevinirik ki, bizim belə bir prezidentimiz olub və bu günlərdə onun layiqli davamçısı prezidentimiz, evladı İlham Əliyev cənabları həm siyasətdə, həm incəsənətdə, həm idmanda, hər sahədə uğurlarımız göz qabağındadır, ruhu şad olsun. Ulu Öndərimizlə bağlı çox hadisələr var. Bu hadisələri ən azından özündə, ürəyində saxlayıb sonunda bizimlə bölüşən insanlardan biri də Ramiz bəy Xəlilov, Dədə Heydər Museyinin direktorudur. Ramiz bəy şəxsən mənim bildiyim məlumata görə Heydər Əliyevin xalqla görüşlərindən birində onunla canlı tanışda olub. Buyurun özünüz o görüşü bizimlə bölüşün. Kanalda vətəndaşlar, hepinizin akşamınız xeyir olsun. Əlbəttə, bugün hər bir insan üçün, mənim üçün ağır danışmaq çətindir. Ona görə daha şəxslərin bağlı danışmaq böyük məsləhət tələb edir. Mən uzun müddət bu insana böyük ehtiramlar, simpatiyam var. Mən özüm oğaz sahibində çoxlu məlumat vermək üçün mən özüm Qərb Azərbaycanda yaşayırdım. O vaxtdan gəncliyimdən o insana vurğundum. Ona görə ki, insan daha şəxsiyyət istəyənmizlər sənən bizim müamilə edərkən o vaxtdan bu insanı həmişə mətbuatda, televizorda görürdüm. Hətta ki, mən şəhərşidim ki, görəsə bunu görüşdə bizə qismət olarmı? Zamanla gətirir ki, biz Qərb Azərbaycanın deportasiya oldu, 88-ci ildə gəldik Bakıya, Azərbaycanımıza. Burada da düzdür, vəziyyət o qədər ürəkçan deyildi. Bu, olaylarımız Moskvadaydı. Bu Moskvadan qayıdışından sonra xalqımızın təkidi ölkələrimlə 93-cü ildə yeni anlaşmada qərat olundu. Bu qərat olunandan sonra da oradan
biz fikirləşdik ki, düşür Allah'a böyle daha şahsen Emin Ozorları Haşim'e geldi. Haşim gelmesini ülkemizde dönüş aldı. Yani insanların nüvazı değişti. Öncü yaşımızda. Prezident seçiminin sonra insanlarla görüşü, yine milli bayramlarımızın yayınlanmasında, hamısında öz şəkildir. Sonra da oldu ki, 2001-ci ildə Novruz bayram şənliyi mən özüm və oğlumla şəhərdən çıxmışdır. Gəzdik çıxarkən Ulanlarla görüşümüze kısmet oldu. Yani biz onu gördük nöten, görüştük, onun bir kartı şekli oldu. Bugün de hemen o kartını yaşıyor, o herden ucuna yaşıyor. Ben ondan bağlı ne demiyorum. Bunların danışma yani satacakları. Ramiz Bey'in yüreğinde demek istediklerini ancak bir fotoşekil eksilttirir. Bak bu fotoşekil. Bu fotoşekilde Ramiz Bey ve onun oğlu Ulu Önderimizle görüş zamanı ona olan sevgisini deyir, ona olan məhəbbətini deyir. Həqiqətən də Ramiz bəy ürəkdə o qədər istəyi var ki, bugün nə qədər də olsa həyəcandan uzatdıra bilmir, biz də bunu tərbiyə sayırıq. Ulu Önderimizlə bağlı çox sözlər deyilə bilər, ancaq belə deyək, bir balaca yaşından müəyyən qədər həyat təcrübəsi keçmiş insanların hayatında öz yeri var o önderimizin. Ancak gençlerin de hayatında müəyyən bir iz koydu. Bu gençler hayatta attıkları her adımda onun adına layık işler görmeye çalışıyorlar. Ve genç hanımlardan biri Ramla Hanım. Üzümü tuturam sen. Ramla Hanım, gençlerin nümayəndələrindən birisiz. Siz Heydər Əliyevlə bağlı hansısa bir xoş təəssüratları, yəni ən azından onun hansı bir xoş sözünü, belə deyək, siyasətini bölüşmək istəyərdiniz? Buyurun. Teşekkür ederim. Heydər Əliyevin apardığı siyaset nəticəsində Azərbaycan kimi küçük, xərcli küçük olan bir dövlət, dünya dövlətləri arasında böyük nüfuza malik olmuş və dövlətlər arasında sayılıb seçilən bir xalq olaraq özünü təsdiq etmişdir. Heydər Əliyevin yürütdüyü siyaset nəticəsində Azərbaycanlılar həqiqətən də bir Azərbaycanlı olaraq bugün fəxrlə deyə bilirlər ki, biz fəxr edirik ki, Azərbaycanlıyıq. Və siyasetin birçok hedeflerinden biri de gençler arasındaki vatanperverlik hissinin daha da artırılması, sevdirilmesi olmuştu. Ve Heydər Əliyev siyasetinin davamcısı olan bugünkü prezidentimiz Cənab İlham Əliyev cənabları bu misiyanı devam ettirir ve biz gençler olarak da həmin bu siyasete her zaman dəstəyik. Ramla Xanım'ı fitirleyen, Ramla Xanım Dünya Birliği jurnalının təsisçisi, baş redaktördür ve en azından bugün Ulu Önderimizin, Heydər Əliyevin bütün karakteristikasına uygun olarak onun izlerine əks etdirən, onun həyatından yaratıcılığında bizim için ne ərsəyə gəzir, ne bizim için yardım olursa, məhz bu jurnalda da mənə qədər öz əksini tapır. Buna görə də belə yaradıcı işlərlə məşğul olduğunuza görə də sizə təşəkkür edirik. Mən
ne kadar çətindir bugün həqiqətən də bir yere görüşmək və öndərimiz haqqında daha mənalı sözləri elə səmimi, qeyri-rəsmi, rəsmiyyətdən uzaq olaraq yumuşub onun haqqında danışmaq çox çətindir və çox məsuliyyətlidir. Ancaq bugün maraqlı çıxışlar, maraqlı sözlər öz yerində biraz da musiqini də eşitmək istərdik. En azından Heydər Əliyevin bizim bayrağımıza, dilimizə, dinimizə böyük məhəbbətle, hörmətle yanaşması herkese məlumdur. Bizim bayrağımızı dünya birliğində yükseklərə qaldırması onun en büyük liderlərdən biri. Və bu baxımdan düzdür, onun vefatıyla bağlı olarak her zaman tədbirlərdə 3 renkli bayrağın yanında 4-cü rengi, qara renginin olması bu hər hüznü bildirsə də bugün biz Heydər Əliyevi her zaman aramızda görürük və onun koyduğu izlerle gitmeye çalışırıq. Bugün bizim isteğimize şərik olan qonalarımızdan biri də Kəmran Tənizdir. O öz sözlərini məhz bayrağımıza, 3 renkli atributumuza, bizim ürəyimizə, bayrağımıza olan sevgisindən bildirəcək.
burada. Belə mərhumun bir sözləri də var ki, ulu önlərimizin sevgisindən güc alır. Həqiqətən də o belə yerinə düşdü, umarlı həm bayrağımıza olan sevgimiz, həm də önlərimizin bizə bəxş etdiyi, bizə yazgın qoyduğu vətən sevgisi. Və vətən sevgisindən danışırıqsa, mənə elə gəlir ki, incəsənət ustaları, xüsusən də sənətşünaslarımız Heydər Əliyevin mədəniyyətimizə olan qayğısından da çox söz danışa bilərlər. Yəni, Heydər Əliyev bir mədəniyyətşünas və bir tarihdən ola bilər, tarihçi ola bilər, siyasi xadim ola bilər, amma mədəniyyəti olan qayğısı tükənməzdir. Bu barədə Abbasqulu bəy danışacaq, sənətşünasımız. Buyurun. Ben de herkesi selamlayacağım. Bugün Ulu Önderimiz Heydər Əliyevin an gecesine toplaşmışıq. Bayağı güzel sənətkarımız Profesör Zamiq Əliyev söyledi ki, o çok şahane bir insan idi. Yani herkesin öz dilinde danışmağı bacarırdı, herkesle. Deyər ki, şairlə söhbət edəndə deyir ki, bu bütün şairlərimizin həyat yaradıcılığını, əsərlərini gözəl bilir. Dəfələrlə biz bunun şahid olmuşuq. Və yaxud hər hansı bir sahə həkimlə söhbət edərkən, sanki o həkimin çalışdığı sahənin bütün dərinliklərinə qədər bilirdi. Eləcə də musiqiçilərlə, tarixçilərlə o çıxış edəndə görürük ki, bütün bu sahələri o çok derinden bilir. Musiqiyə də eləcə də musiqiçilərə, bəstəkarlara çok qayğıyla yanaşırdı. Yəni, Zamiq müəllim dediği kimi, elə tədbir olmazdı ki, tədbirdən sonra o konsertdə iştirak edən bütün musiqiçiləri bir əlini sıxıb təşəkkürü bildirirdi ki, siz bugünkü bizim tədbirimizdən yani bize zülm verirdiniz. Böyle bir neçədə də mənə də xoşbəxt o nəsib olub ki, Ulu Önder'lə görüşmüşük. Yəni 79-80-ci illərdə xalq artisti rəhmətli Baba Mahmudoğlu Dastan adlı bir folklor ansamblı yaratmıştı.
Yəni biz milli qiyamələrdə, konsertlərdə çıxış edirdik. Belə tədbirlərin birində də İsmail Şıxlı yubiley günü idi. Sonra gəldi, bir yenə də qeyd etdiyim kimi, kimlər iştirak edirdisə burada, bütün müğənnilər, musiqiçilərin hamısından təşəkkürlüyü bildirirdi. Və bir daha da Yeni Azərbaycan Partiyasının 10 illiyində, onda da biz çıxış elədik. Onda bizə dedilər ki, Ulu Öndər gözlük istəyib, yəni ki, bizdə deməli, orada milli nəfəs və zərb aləmləri bir əzəmətli bir qrup yaratmışdır. Biz bir dəfə çıxış eləmişdik Novruz bayramında. Sonra dedilər ki, həmin tədbirə o qrupu dəvət edin. Bir də onda görüşmüşdük. Yəni, qeyd etdiyim kimi, bütün yaradıcı insanlara, tək musiqici deyil, idmançılarımıza da çox böyük qayğıyla yanaşırdı. Mənim şəxsən mənim üçün bir əziz bir xatirə, xoş gün olan bir gün olmuşdur. Siz Azərbaycan Milli Konservatoriyasında mənimlə görüşdünüz. Yəni başımın üstündəki o xalçanı yəqin ki görürüz. O xalçan da deməli Ulu Öndərin 85 illiyində həsr olunmuş güləş yarışı keçirilirdi, beynəlxalq yarışı. Biz də orada arada bir yəni idmançılar üçün zurna ilə cəngilər çalırdı, biraz ruhlandırırdı da var. Sonra yekunda bir hər kəsi çağırırdılar, yəni birinci yeri tutana medal verirdilər, qalibləri imkanlandırırdılar. Mənə bağlı çəkdilər, çaşdım qaldım, dedim, mən güləşməmişəm, yenilməmişəm, məni niyə çağırırlar? Çağırdılar, gəldim, həmin o xalçanı mənə hədiyyə verdilər ki, sənin qrup, sən və qrupun bizim bu tədbirin daha maraqlı keçməsi üçün göstərilən xidmətlərə görə bunu sənə hədiyyə veririk. Allah Ulu Öndərin ruhunu şad eləsin. Ulu Öndərimizlə bağlı xatirələrimiz mənə elə gəlir çoxdur. Ən azından düzdür, mən Heydər Əliyevlə, ümumi liderimiz Heydər Əliyevlə heç bir görüşüm olmuyor. Devam deyirəm, çox istəyərdim olsun. Yəni qismət olmuyor. Ancaq mənim bugün həyat təcrübəmdə, fəal olmağımda, sözümü demək bacarımda və nəyə qədər həyatda öz izmi qoymağımda dahi şəxsiyyətində mənə qədər olur. Yəni, ən azından əgər prezidentimiz Heydər Əliyevin hər bir sahədə marağı, hər bir sahədə uğurları, hər bir sahədə kəşfləri varsa, niyə də biz o kəşfləri özlüyümüzdə, öz həyatımızda yaşatmayaq? Niyə də biz o maraqları özümüzdə, ürəyimizdə, niyə də biz o sevgiləri özümüzdə yaşatmayaq? Və bu baxımdan da Heydər Əliyevin anım günüylə bağlı olaraq mən sözü vermək istəyirəm. Saman mənimlə. Saman mənim. Düzdür, Saman mənim bugün qonaq kimi sadəcə ona əyləşmək istəyirdi. Ancaq Saman mənim ürəyi daha çox xatirələrlə bağlıdır. Ola bilməz ki, demək istəyəcəyiniz az sözlər olsun. Yəni, belə çəkinərək dedim, ancaq mən bilirəm ki, çox söz demək istəyirsiniz. Buyurun. Ben de sizlere sağlayıram, akşamınız xeyir olsun deyirəm. Həqiqətən Ulu Öndər barəsində danışmaq insanlara belə asan da gəlsə, amma mənim üçün çox çətin gəlir. Ona görə ki, mən Ulu Öndəri dəfə-dəfə tədbirlərdə görmüşəm. Belə tədbirlərdə, kütləvi tədbirlərdə. Amma heç vaxt unutmuram ki, mən özüm Leningradda təhsil alanda orada müxtəlif SNG dövlətlərindən
həqiqətən təhsil alan tələbələr də var idi. Amma mənim otağıma girəndə yataqxanada siyasi büronun şəkilləri arasında Heydər Əliyevin, ulu öndərimizin rəsmi də asılmışdı divardan. Yəni, bu mənim ona olan sevgim və bir Azərbaycanlı kimi məhəbbətimi göstərirdi ki, həqiqətən o siyasi büroda olan o insanın şəxsən bizim bir o tələbələr arasında hamının tanınmasına ehtiyac yok idi, ona göre ki artık onu bütün dünya tanıyırdı, bütün respublikalar tanıyırdı. Ortada da buna gelen insanlar deyirdi ki, siz yəqin deyirdiniz, bəli, biz onu çok sevirik, bugünkü gündə fəxr edirik ki, biz Azərbaycanlıyıq, həqiqətən biz sübut edirdik təhsilimizlə. Sonra da mədəniyyət sahəsində işlədiyimə görə bir çox tədbirlərdə belə tete-a-tete görüşmeseydi ama çok yüreğimiz isteyen formada görürdü ki ulu önderimiz gelip bizim karşımızdan geçir, bizim yüreğimiz sevgi, məhəbbətle doluydu o insana karşı. Ama bir günde çok böyle ağır geldi ki bayağı gidip ulu önderi fərqli xiyabanda ziyaret ededik. Bizim borcumuzdur bir insan kimi o bugünkü günde Azerbaycan'ın mimarıdır. Onun o yarattığı, kurduğu her bir sahada bugünkü günde bütün Azerbaycanlılar için, yalnız Azerbaycan'da değil, dünyanın her yerinde onu demiyorlar ki emelleri bilirler. Bugünkü günde onun oğlu Prezidentimiz Cenab-ı İlham Əliyev'de davamçısıdır. Biz bu insanlarla fəxr edirik, biz Azərbaycanla fəxr edirik ki, həqiqətən Azərbaycanı belə insanlar idarə edirdi. Bir daha ulu önderimizi Allah qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun. Yenə fəxr edirik ki, onun kimi bizim önderimiz olur. Sağ olun. Biz de size çok teşekkür ederiz. En azından sözünüzü geri salmadınız. Ve teşrifiniz geldiniz ve üre sözlerinizi de bizimle bölüştünüz. Hündar Bey, Milli Meclis'in baş ekspertlerinden birisiniz. Bu vazifeyi taşımak o kadar da asan iş değil, büyük bir mesuliyettir. Ancak bunu önderimizin sizin hayatınızda ne kimi rol olur, bunu da bunun hakkında danışması daha mesuliyettir. Buyurun sizi dinleyelim. Çok sağ olun. Ben söz verdiğinize göre akşamınız sevgi olsun. İlişki. Sözüne başlamazdan evvel mümkünse bir değerli Uğur belgeleri yad edeyim. Kolay. Sevgi olmasın. Allah'a emanet ediniz. Bir zaman Prezident aslında bir ülkeye gittiğinde ve bir de idmançı var. Şükürler olsun ki Allah'ımıza ki biz dünya devletleri arasında bayraklarımızı kaldıranlardan da bir Avrupa Cemiyeti'nde şəxsən mən olmuşam. Biz bu Əliyev'in idman siyasetinde öz temel taşlar koydu. Tabii ki bizim idman bölümümüz Halbuki idman bölümüne ait olmasa da ki doğrusu köşküdür. Ancak bu bölümlerin təlim desək, bütün idman bölümləri mənim cümləsizdir. Məhz dünya dövlətlər arasında Azərbaycan bayrağımızı təmsil edir. Bizim xalq kimi qeyrətli, iştahlı, namuslu, bir-biri qarşı qayğı göstərən, vətənpərvər, millətçi, istiqamlı və xalqı mən böyümüşəm. İranın sərmiyyətini. Ona görə xalqımıza da minnətlərim və burada oturan profesörlərimize de alimlerine sığınırlar. Minnətlər, sağ olun. Ben diyemde ki bizim gençlerimiz bu önderimizin koyduğu siyasete öz hayatında yazdığında əks ettirir. Benim azından Vüqar Bey'in bu monologundan sonra Heydər Əliyev'in bir aforizmini demək yerinə düşər. Her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir.
mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ulu öndərimiz bizim üçün çox xəzinələr qoyub gedir. Bizim ürəyimizdə də, bizim həyatımızda da, bizim hər bir işimizdə də. Və ən azından bugün biz onun qoyduğu o taktikalı siyasətini hər zaman yaşadıq. Və məğlub olmaq istəmirik, olmarıq da. Amma biz qalib gəlməyi daha çox sevirik. Və hiylə ilə yox, ağlımızla, bizim özümüzə olan güvənimizlə hər zaman istər idmanda, istər musiqidə, istər hər hansı bir sənət aləmində öz ağlımızla, öz düşüncəmizlə qaliblər sırasında. Bu, ən azından informasiya aləmində eşitdiyimiz bütün qalibiyyətlərə də sübut edir. Muğam festivallarında dönə-dönə bizim Azərbaycanımızın muğamımız xarici ölkələrdə, yüksək yerlərdə yer tutub, adı yüksək yerlərdən gəlir. Bayrağımız musiqi sahəsində dalğalanır. İdman sahəsində bütün elmənləri elə sizin bilmədikdə bir məqamla yerə qoymusunuz, cəbələmsiniz. Daha bundan başqa bütün sahələrdə ümumiyyətlə Heydər Əliyevin qoyduğu siyasəti yaşatmaq gözəl bir cəhətdir. Ancaq öz taktikamızla. Amma bir nüansını çatdırım ki, Ulu öndərimiz Azərbaycanda bütün istehsalat sahələrində qonaq olur. Elə bir sahə yoxdur ki, o yerdə Heydər Əliyevin imzası olmasın. Xüsusən də Aztelekom İctimai Birliyində də. Günalı Hanım, sizin də deyəcəyiniz sözlər var. Çok sağ olun Salih Hanım. Bugün mənə də söz verdiyinizə görə bəli bu günlərin anım günüdür. Milli liderimizin Heydər Əliyevin mənə çox ağırdır. Danışırım. Onun Azərbaycan xalqı üçün çox necə deyim, bütün sahələrdə əziyyəti böyüdür. Mən bugün çox danışmayacağım. Artıq bizim qonaqlarımız, əzizlərimiz hər bir sözlərini dedilər. Hətta mənim ürəyimdə oxudular. Mən də deyərdim ki, mən onun ruh qarşısında mən fəxr edirəm ki, həqiqətən odur, canım. Ben demiştim, bizim gelişimiz geri nesilden uzak olacak, samimi olarak bir odaya yığışarak birbirimizin ürəyimizdən gələn sözləri eşitməyə çalışacaq. Bu da bizim müstəmliyimizdən xəbər verir. Bugün ən azından hər kəs öz borcunu yerinə yetirdi. Yəni, Fəxri Xiyaban'da bizim bu öndərimizi hər kəs yad etdi. Bugünkü izdiham heç də əvvəlki illərin izdihamından fərqlənmiş. Və ən azından mən də o günləri soyuq qış günündə insanların ürəyində olan Heydər Əliyevçilik hissini, Heydər Əliyevçilik məhəbbətini gördüm. Fəxri Xiyabanın fəxri gəlirdi, təzə görünürdü, Göylə Qəbristan. Vətən ağlayırdı. Heydər gülürdü, çünki vətən boylu getdi dünyadan. Allah Heydər Əliyev'dən gəlin rəhmət eləsin. Və bugün Heydər Əliyev anından yığışan qonaqlarımızdan biridən xanım Necmə xanım hicrandır. Heydər Əliyev'in hər zaman bir kəlamı bizim üçün
sözünde bir örneği olur. İki millet, bir devlet. Her zaman Azərbaycan-Türkiyə dostluğunu əziz tutub, möhkəm tutub. Və bu irsi də indi gənclərimiz, Nəcmiyə xanım kimi şairlərimiz, gənclərimiz öz əməllərində yaşadılar. Türkiyədə əngəllərlə bağlı müəyyən bir iş qurumu var, dərnək, Birləşən Ürəklər Dərneği. Üç ölkə, bir devlet, bir dil, üzrüsü, üç ölkə, bir dil, belə bir proje var. Bu projenin Azərbaycan'da temsilcisidir Nəcmiyə xanım ve Nəcmiyə xanım da en azından bugün bizimle bölüşecek müəyyən də olsa sözləri var. Buyurun. Çok sağ olun Leyla Hanım. Teşekkür ederim. Bugün Allah'tan rəhmət edirəm o öndərimizə. Mən də 1993-cü ildə Kəlbəcər rayonunun işğalı nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşmüşəm. 93-cü ildə Bakı şəhərinə pənah gətirdik. Mən o zamanlar laf gənc dövrümü yaşayırdım. 95-ci ildə universitetə qəbul olmuşdum. Bakı şəhərində bu metro ətrafı bir yerlər var idi, 28, indi Koroğlu adlandırdığımız Əziz Beyov metro stansiyası tərəfdən məni göndərmişlər orada kursa. Qəribə bir ürəkdə hisslər var idi. O gənc 18-19 yaşında o qədər o düşkünlüyü var idi ki məndə. Düşünürdüm ki, axı bu necə devlətdir, necə bir dünyaya üzərində yaşayırıq. Amma bu günləri mən təsvir edirəm ki, mən Azərbaycanda yaşayıram. Mən təsvir edirəm ki, bizim belə bir devlətimiz var, bizim belə bir rəhbərimiz var. Azərbaycandan Türkiyədə rəsmi, üç ölkə bir dil, İraq, Türkiyə, Azərbaycan təmsilcisi olaraq. O şeir Türkiyə, yəni Azərbaycan şairlərinin şeirləri ilə, Türkiyə, İraq şairlərinin şeirləri ilə Azərbaycan təmsilcisi olaraq, əngəllərlə bağlı olaraq, bir çox Azərbaycandan kənarda tədbirlərdə oluram, şair siz kimi, yazıçılar birliyinin üzvü, jurnalistlər birliyinin üzvü kimi. İnanın, bu qarşıya dediği kimi, o qədər gün yaşayıram Azərbaycan üçün. 3 gün keçir Azərbaycan üçün dağıtıram. Nə Azərbaycanın gözəlliyini, nə Azərbaycanın mehribançılığını heç bir yerdə istəyə tapa bilmirəm. Bu şəraiti bizə yaradan Cənab Prezidentimizə bugün biz gənclərin istər Azərbaycanda, istər Azərbaycanın kənarda dəstəyində olan ədəbiyyatımızı, poeziyamızı Azərbaycanın kənarda tanıtmağa, heç bir qadana qoymayan, söz azadlığı olan bir ölkədə yaşamaqla təqdir edirəm. Onu öndərimizə Allah'tan rəhmət arzu edirəm. Allah ona rəhmət eləsin. Allah oğluna, yerdə qalanlarına uzun ömür versin. Mən də təqdir edirəm ki, mən bəziz Azərbaycanlıyam. Sevinç xanım. Sevinç xanım çoxumuzu bəstəkardır. Bəstəkarlarla qotlarla deyir sözlərlə. En azından Sevinç xanım bu yaxın günlərdə çox uğurlu bir layihəsi olub və o layihə ilə elə ölməz liderimizi bir daha yada salıb. Hamınızı salamlayıram. Məni də bu gözəl təqdimatınızdan çağırdığınıza görə o öndərlə bağlı onun an günü dəvət etdiyinizə görə sizə təşəkkür edirəm. Və bu mənim borcumdur bir Azərbaycan vətəndaşı kimi bu insana da gələndə artıq necə deyim, ölümə də getməyə hazırıq biz, yəni Azərbaycan vətəndaşı kimi. Bir söz deyəcəm, mən necə ki şairlər öz ürək sözlərini şeirlərdə canlandırırlar. Biz bəstəkarlar da öz ürəyimizdən gələn ona sevgimizi, məhəbbətimizi musiqidə canlandırırıq. Buna görə də mən bu anın günündən qabaq düşündüm ki, onun ruhu şad olsun deyə ona gözəl bir əsər yazdım. Və düşündüm ki, buna klip də çəkdirəm. Bu klipin rejissorum Əziz Orucov çox sağ olsun ki, mənə bu klipdə dəstək oldu. Düzdür, kompozisiyanı yazdım, amma düşündüm ki, kompozisiyanı dinləmək yox, daha yaxşı bunu klip çəkdirib bu
insanların gözündə canlı olsa bu daha gözəl, fərqli olar. Və mən bunu inanırsız düşünürdüm ki, gözəl bir kompozisiya yazım. Yəni ilham gəlməli də insana, mən durduğum yerdən çox yaza bilməzdim. Allah'a qurban olun ki, o anda mənə neysə bir musiqi səsi eşitdirdi. Mən həmən onu notlara alıb, onu o əsəri yaratdım, onu aranjman elətdirdim və gözəl bir əsər alındı. Düşündüm ki, bu kompozisiyanın adını necə qoysam daha gözəl olar. 2 gün mən bu kompozisiyanın adı üzərində fikirləşdim. Düşündüm ki, Ulu Öndərim, xatirələr. Yəni onun həyatından olan görüntülər, bütün xatirələr bu kompozisiyada canlanır. Yəni doğrudan da ona olan, Ulu Öndərimizə olan böyük sevgini, məhəbbətini bu kompozisiyada canlandırmışam. Allah o insana rəhmət eləsin, yeri cənnət, məkanı cənnət olsun. Qalanları da onun, bizim cənab prezidentimiz İlham Əliyevin ailəsini Allah Taala qorusun. Doğrudan da o bizim o öndərimiz nə qədər gözəl bir insan olub, nə qədər o olmasaydı bəlkə də Azərbaycan bu cürə, bu dərəcəyə gəlib çıxmazdı. Və mən istəyərdim ki, kompozisiyanı, klipini də elə canlandırarsınız, qoy Azərbaycan xalqın özü dəyərləndirsin. Nə deyim, mən əsas istəyərdim ki, mənim sənətimə birinci dəyər versinlər və mən istəyərdim ki, öz sənətimlə tanınan bu qədər. Allah rəhmət eləsin. Əzizlərimiz, hal-hazırda Sevinç Xalq Tofi qızının Ulu Öndərim Xatirələr adlı kompozisiyasını sizlərə təqdim edirik. Yaxın tarixə nəzər salarkən bir daha görürük ki, bir, Azərbaycan dövlət müstəqilliyinin qurucusu Heydər Əliyevdir, bu şübhəsizdir. 2, əgər o Heydər Əliyev olmasaydı, bugün Azərbaycan hansı vəziyyətdə olacaqdı, bunu demək çox çətindir.
Azərbaycan. Sevinç Hanım, çok uğurlu bir layihədir. Çok əla bir kompozisiyanlı. Fikirləriniz çok yüksektir ve belə uğurlu layihələriniz çok olsun. En azından dedim ve ürək sözlərinizi öz kompozisiyanınıza bildirdiniz. Bugün biz Ulu Önder'in anına yığıştık. Ürəyimizdən gələn sözləri elə səmimi olaraq bir araya getirdik. Kimimiz onun olan görüşlərdən, kimimiz onun olan sevgimizi heyecanlı dəqiqələrlə, kimimiz bizə ayrılmaq qoyub getdiyi bir daxili hökman yox, bir daxili aqil siyasətindən və hərəmiz bir aspektdən yanaşdıq Heydər Əliyev dünyasına. Biz ölməz liderimizi torpağa yox, tarixe tapşırdıq. Özü də silinməyən, yenilməz bir tarixe tapşırdıq. Azərbaycanın yeni tarixinə. Və bu yeni tariximiz bizi hələ çox yaşadacaq. Biz də Ulu Önderimizin bizə qoyub getdiyi mənəviyyatı, sərvətləri və yeni tariximizi adına layiq yaşatmalıyıq. Küçelere su serpmişem, küçelere su serpmişem, yar gelende toz olmasın, yar gelende toz olmasın. Ele gelsin, ele geçsin, ele gelsin, ele geçsin. Aramızda söz olmasın, aramızda söz olmasın. Çok teşekkür ederim. Kız var mı? Ağzınızı yüzünü sökün. Burada dediğim şey, kurban nedir ben burada? siz onu ne tercih eder? Ne tercih sizin yamsılıyorsunuz. Ama hakikat ya orada bir kız Ulu Önderimizlə bağlı xatirələrimiz adlı xüsusi buraxılışlı verilişimizin sponsoru Xətai Sənət Mərkəzidir. Xüsusi təşəkkür edirik.